iştirak etmək üçün gələn qonaqlarımız Mirzə Elham müəllimə, Sevda müəllimə, Bəhram müəllim, sizə hər birinizə təşəkkür edirik ki, bugün bizim tədbirimizdə iştirak edirsiniz. Bugünkü tədbirimiz 28 may Müstəqillik gününə həsr olunur və tədbirimiz mayın istiqlal müjdəsi adlanır. Niyə məhz mayın istiqlal müjdəsi? Bu haqda məlumat verə bilərsən? Əlbəttə. Tədbirimizin mayın istiqlal müjdəsi adı altında keçirilməsinin əsas səbəbi budur ki, 1918-ci ilin 28 mayında xalqımıza böyük bir müjdə gəlir. Azad olmaq, öz tarixini öz müəyyən etmək müjdəsi. Ona görə tədbirimizin adını mayın istiqlal müjdəsi adı altında keçirilir. Əziz müəllimlər və dəyərli sinif yoldaşları, bugün biz burada Azərbaycan tarixinin ən önəmli və qürur verici günlərindən biri olan 28 mayı qeyd etmək üçün burada toplaşmışıq. 28 may xalqımızın tarixində silinməz iz qoymuş, ürəklərinə elmiş bir gündür. Bugün onların yaddaşında sadəcə bir tarix deyil, onların yaddaşında onların müstəqillik arzularının gerçəyə çevrildiyi gün kimi qalmışdır. 1918-ci ilin məhz bu günündə Azərbaycan xalqı böyük bir addım ataraq öz müstəqilliyini bütün dünyaya bəyan edir. Azərbaycan adı ilk dəfə olaraq bundan 108 il əvvəl tam olarak 108 il əvvəl məhz bu gün təsdiqlənmişdir. Ona görə də bugün sadəcə bir tarix deyil, Azərbaycan xalqının milli kimliyinin və gələcəyə olan inanmının təntənəsidir. Bu müstəqillik bilirik ki, asan qazanılmadı. Xalqımız uzun illər mübarizə apardı, çətinliklərdən keçdi və şəhidlər verdi. Bugün biz burada azad və müstəqil bir ölkədə yaşayırıqsa, buna insanların fədakarlıqlarına borcluyuq. Biz gənclərin üzərinə düşən əsas vəzifə isə bugün bu müstəqilliyi qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə layiqini götürməkdir. Çünki istiqlal sadəcə əldə olunmur. O inkişaf etdirilir, qorunur və yaşanır. Tədbirimiz açıq elan edir. İlk olaraq biz bilirik ki, Milli Şura yaradılmalıdır, ondan sonra istiqlal bəyannaməsi imzalanmalıdır ki, biz müstəqil olaq və dünyaya özümüzü tanıda bilək. Bizim müstəqil olmamızda əsas vərəqə istiqlal bəyannaməsidir. İstiqlal bəyannaməsi bu formadadır. İstiqlal bəyannaməsi listə 1918-ci ilin 28 mayında imzalanmışdır. Orada Azərbaycan Milli Şurası yaradılmış və müsavatçılar arasında bu eqnamə imzalanmışdır. Hətta burada bəzi imzalar var, gördüyünüz kimi. Bunlar arasında Məhəmməd Əmin Rəsulzadənin imzası yoxdur. Çünki Məhəmməd Əmin Rəsulzadə o ərəfədə Batumda sırf konferansında iştirak edirdi. Bu sırf konferansda bizim tariximizdə ərazi bütövlüyümüzün tamamlanmasında böyük rol oynayacaqdır. Nəyə görə? O konferansda çoxlu dövlətlər iştirak edirdilər. Bizim isə orada olan əlaqəmiz Osmanlı dövləti ilə əlaqəli olacaqdır. Biz bilirik ki, 1918-ci ilin 28 mayında ölkəmiz qurulanda paytaxt müvəqqəti olaraq Gəncə idi. Çünki Bakı şəhəri işğal altındaydı. Biz Çarizmin tərkibindən çıxanda orada Rus daşnaqlarının əlində qalmışdı. Ona görə də Batum Sülh Konferansında Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd bəy Xazanski orada Sülh Konferansı imzalayır və Osmanlı'nın Qafqaz İslam ordusu Bakıya gələrək Bakını azad edir. Hətta burada da xəritədə bunu görmək mümkündür. Bu ərazilərdə 1918-ci ilin 15 sentyabrında Bakı azad olunur. Ənvər Paşanın başçılığında Bibi Heybət istiqamətində ondan sonra bu oxlarla görmək olur. Bakının mərkəzi buradır və buranı azad etmək lazım idi. Oradan Qafqaz İslam ordusunun bəzi qüvvələri Sumqayıtdan, Digahdan, ondan sonra Badamdardan, Bibi Heybətdən hücum edir və Bakını azad edirik. Beləliklə 1918-ci ilin 15 sentyabrında Bakı azad olunur və paytaxt artıq Gəncə deyil, Bakıya köçürülür. İştirak edənlərə də otlarına baxa bilərsiniz. Fəxar Xanqoski, Məhəmməd bəy, Həsən bəy Ağayev, Nəsib bəy Yusuf bəyli, Can Ağay Xəzanski, Şəkir bəy İşlənbəyli kimi bir çox siyahılar burada istiqlal bəyannaməsinə imza atmışdır. Bu imzalar, yəni altda olanlar, onların imzalarıdır. İstiqlal bəyannaməsi bu formadadır. Hətta Məhəmməd Əmin Rəsulzadənin də gəlməmə səbəbi burada yazılır.
6 maddənin 6-sını da görə bilərsiniz. O zamanın türkçəsindən, Azərbaycan türkçəsindən bizim bugünkü Azərbaycan dilinə çevrilmiş, tərcümə edilmiş formasıdır. Ən məşhur olan maddə birinci maddə ilə dördüncü maddədir. Çünki bu 4 maddələr Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi ən vacib qərarlardan biri sayılırdı. Çünki insanlar arasında məzhəbin, cinsin, yəni hüquqların, orta-aşağı təbəqənin fərqi olmaması bizim üçün çox önəmli idi və bizə qadın hüquqları, ondan sonra fəhlərkən hüquqları verilmişdir. Bunları daha sonra isə danışacağıq. Bir çox hüquqlar qəbul edir, qanunlar qəbul edir. Bunların ən məşhuru qadınlara seçki hüquqlarının verilməsi, insanlara cins, məzhəb, təbəqə, din ayrımı olmadan hər kəsin eyni səviyyədə yaşamasını təmin etmək hüquqları idi. Biz bilirik ki, Azərbaycan Xalq Cümhuriyyətində Milli Şura yaradılanda Deputatlar Şurasında Yahudi, Gürcü deputatlar fəaliyyət göstərirdi. Hətta Bakıya İngilis qoşunları Thomson başçılığı ilə gələndə onlara da xoş qarşılamışdı. Çünki qanun imzalananda onlar arasında heç bir ayrımçılığın olmayacağına, yəni qanun imzalamışdılar. Daha sonra da İngilis qoşunları Səfər Xankovskinin danışıqları ilə çıxır, yəni Bakıdan çıxırlar, orasına indi. Əvvəlcə daxili siyasətə daha çox önəm verirdi. Çünki biz o zamanlar 20 il yaşamışdıq, Çarizmin tərkibindən təbə çıxmışdıq və ona görə də biz güclənməliydik daxili olaraq. Çünki bizim daxili iradəmiz möhkəm olmalıydı ki, digər xaricdən gələn qüvvələrə qarşı müqavimət göstərə bilməliydik. Elə İngilis qoşunları da bu səbəbdən Bakıdan çıxmağa qərar verdilər, Fətəli Xankovskinin danışığı ilə. Fətəli Xankovski orada hətta bir cümlə də qurur ki, bizim xalqımızın siz gücünü tanımırsınız, əgər biz xalq birləşsək, sizin Xəzəri dənizini tökə bilərik. Qadınlara verilmiş seçki hüquqları, kəndlərə, fəhlələrə verilmiş kəndi hüquqlarından danışaq. Qadınlara verilmiş hüquqlar bilirik ki, o zamanlar zahir bir dönəmdə idik, zahir bir illər idi və qadınlara qarşı verilən çox bir hüquqlar yox idi. Ona görə Məhəmməd Əmin Rəsulzadə və digər Milli Şura üzvlərinin səyi nəticəsində qadınlara seçki və seçilmə hüququ verilir. Bu hüquq şərqdə, Azərbaycanda, şərq dövlətlərində qadınlara verilmiş ilk hüquq, qadınlara verilmiş ilk seçki hüquqları. Hətta bəzi Avropa dövlətləri var idi ki, eləcə də öndə gedən, bizim öndə getdiyi bildiyimiz dövlətlərdən Amerika, bəzi Avropa ölkələri, İsveç və Finlandiya kimi ölkələrdən əvvəl biz qadınlarımıza seçki hüquqları tanımışdıq və buna görə məncə biz çox şanslıyıq. Tanıyan dövlətlər isə Fransa, daha sonralar İngiltərə, Böyük Britaniya, Türkiyə, İran. Türkiyə deyəndə Osmanlı nəzərdə tutulan. Biz bilirik ki, Paris Sülh Konfransı da imzalanır. Bununla da biz bu bizim imzaladığımız ikinci ən böyük konferanslardan biri oldu. Biri Batum Sülh Konferansıdır, digəri isə Paris Sülh Konferansıdır. Paris Sülh Konferansında Paris bildiyimiz kimi Fransanın paytaxtıdır və biz tam qanuni olaraq Fransa tərəfindən hüquqlu bir dövlət kimi tanınırıq. Ondan sonra bu yazıları misal göstərmək olar ki, Əmin Abid Gültəkinin Azərbaycan şeiri, Mirzəbala Məmmədzadənin Bakı uğrunda dramı, Bakı uğrunda dramı Bakının azad olunması haqqında olan dramdır. Zəfər Cabbarlının Bakı müharibəsi əsəri, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Cümhuriyyəti, çünki Azərbaycan Cümhuriyyəti əsəri. Çünki biz bilirik ki, Azərbaycan Cümhuriyyətindən danışılırsa, burada əlbəttə ki 28 maydan başlayacaqlar ki, daha sonra 23 ayın sonuna gəlib çata bilərək. Hətta o əsərlərdən Əmin Abid Gültəkinin Bizim sən durduqca bədəndə can, gönüllər coşdu bir sevincin gücü ilə, istiqlal sevinci ilə, istiqlal sevinci ilə. İstiqlal o həyat, zəfər, şərəf, şan, istiqlal o sönməyən, müəbbət bir məşalə, gönüllərdə tutuşur, gözlərdə sönsə belə. İstiqlal o sümükdən, qandan yapılmış saray, istiqlal o gəlinlərin, qızların axan göz yaşlarından doğmuş, pək mübarək, pək müqəddəs bir ilahdır. Hansı hərkət onu düşmənlərə qatdırır, anaların saçlarında can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Bildiyimiz kimi çox milliyyətçi bir insan olduğuna görə Can Azərbaycan sözləri ilə, ondan sonra təvəkkülün dediyi şeiri ilə məşğuldur. Bu şeir Cümhuriyyətimizin 1-ci ilində həsr olunmuş şeirdir. Yəni 28 may 1919-cu ildə yazılmış bir şeirdir. Tarixçəsi belə bir şeir. Bizim Cümhuriyyətimizin birliyinə həsr olunmuş bir Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyətin birliyinə həsr etdiyi bəzi məqaləsi də var. Onu buradan göstərim. Nə bu iş bayram adlı məqaləsidir. Müəllimlər istəsə onlara belə kitabı baxmaq lazım. Dünyada tanınmağımız üçün milli atributlarımız da olmalıdır və bizim milli atributlarımız bilirik ki, bayrağımızdır, himnimizdir və qeydimizdir. Azərbaycan Xalq Cümhuriyyətinin 2 bayrağı olur. Ən birinci, göstərək, Cümhuriyyətinin bayraqları bu formadadır. Bizim ilk bayrağımız qırmızı bayraq olmuşdur. 24 iyun 1918-ci ildə qəbul edilmişdir. Bu bayraq Osmanlı bayrağına, son Osmanlı bayrağına və Türk bayrağına çox bənzədiyi üçün dəyişdirilərək bu formaya salınmışdır. Bayrağımızın rənglərini bilirik. Mavi rəng türkçülüyü bildirir. Qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə İslamçılığımızı bildirir. Bu ideologiyanı quran şəxs isə Əli Hüseynzadə olmuşdur. Əli Hüseynzadə Azərbaycan tarixində olan ən böyük siyasi liderlərdən biri və ideoloqlardan birisidir. Onun ideologiyasını bayrağa köçürən şəxs isə Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun mühacirət həyatında qurduğu öz əli ilə tikdiyi bir bayraq da var. Sadəcə o bayrağı indi göstərə bilmirik. 3-cü, 4-cü və 5-ci hökumətlər. 5-ci hökumət Nəsbəy Yusbəylinin başçılıq etdiyi hökumət aranın, yəni belə deyək, qızışmasından geri çəkilirlər. Yəni 5-ci kabinet istifa verir. Nəyə görə istifa verir? 1920-ci ildə artıq ermənilər və ruslar Azərbaycanı işğal etməyə qərar verirlər. Bəzi soyqırımlar olur və buna görə də 5-ci kabinet, yəni Nəsbəy Yusbəylinin kabineti istifa verir. Bundan sonra 27 gün sonra, yəni 27 apreldə Azərbaycan Xalq Cümhuriyyətinin son iclası keçirilir və o iclasda Cümhuriyyətimiz çox təəssüflər olsun ki, ruslara təhvil verilir və 23 aylıq müddət burada bitir. Cümhuriyyətimizin Milli Şura sədri, yəni başçısı Məhəmməd Əmin Rəsulzadə dostu, yəni yoldaşı Apostol və Çatımları ilə birlikdə əvvəlcə Ramamaya, daha sonra isə Lahaca gedir. Lahacda olarkən əsrimizin Siyavuşu əsərləridir. Əsrimizin Siyavuşu onun ən tanınmış əsərlərindən biridir. Burada İran-Turan, yəni İran-Turan ərazisində yaşayan Siyavuş olur. Siyavuş Xalq Cümhuriyyətinin yaradılması barədə istiqlal bəyannaməsi imzalanmışdı. Mayın 30-da baş nazir Fətəli Xanxoyski dünyanın aparıcı dövlətlərindən radyo teleqram göndərərək Azərbaycan Cümhuriyyətinin məramını çatdırmışdı. Bugündən etibarən Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 1920-ci il yanvarın 11-də Paris Sülh Konferansının Ali Şurası Azərbaycan Cümhuriyyətinin müstəqilliyini faktiki olaraq tanımış, bu münasibətlə yanvarın 14-ü ölkədə qeyri-iş günü elan edilmiş, Bakıda hərbi parad təşkil olunmuşdu. Həmin gün Bakı sakinləri evlərinin eyvanından 3 rəngli bayrağı qürurla asmışdılar. İnsanlar bayram təntənəli şəhərin küçələrinə bu bayraqlarla axışırdılar. Azərbaycan bayram edirdi. Müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik ideallarıyla uğurlu bir yola çıxmışdı. 1923-cü ildə
və orada həbs edilir. O Moskvada qaldığı zamanlar əsərlər yazır və türk və xalqımızı yadilliklərdən qoruyur gizli olaraq. 1953-cü ildə o mayın 5-də xalqa əbədiyyən gözlərini yumaraq vəfat edir. 1955-ci ilin martın 6-sında vəfat edir. Onun 1953-cü il 28 mayda o xalqımıza xitab edir. O xitabda bizim burada izlədiyimiz slaydda da onun sözlərini görə bilirik. Çox sağ olun. Fəthəli xanım Koyski haqqında əziz. 1920-ci ildə 1920-ci ilin aprel 27-sində 11-ci Qızılordu Azərbaycan sərhədlərini keçərək Bakıya irəliləyərkən Fəthəli xan Koyski Sovet Rusiyasına rəsmi etiraz notası göndərir və bunun bu cəhdi cavabsız qalır. Ondan sonra Cumhuriyyətin süqutundan sonra Sovet rejiminin tənqidlərindən qorunmaq və mübarizəni davam etdirmək üçün Fəthəli xan Koyski ailəsi ilə birlikdə Gürcüstanın Tiflis şəhərinə köçür və onun mühacirət həyatı cəmi 2 ay çəkir. O Tiflisin mərkəzində İrəvan yaxınlığında erməni daşnaq təşkilatının üzvü tərəfindən arxadan vuraraq xaincəsinə qətl edilir. Çox sağ olun. Lətfə Yusufbəyli Nəsib bəy Yusufbəli 1920-ci il aprelin 27-sindən 28-nə keçən gecədə Bakı bolşevikləri Bakını ələ keçirərkən oradan çıxıb və mühasirətə tutmuşdur. O cəmi dövlətin süqutundan sonra cəmi bir neçə gün həyatını davam etdirmişdir və mühacirətə getməmiş mayın 31-də dövlətin süqutundan 33 gün sonra Sovet casusları və ya erməni daşnaqları tərəfindən öldürülmüş və cəsədlər gizlədilmişdir. Onun neydi, harada olduğu hələ indiyəcək Azərbaycana bəlli deyil. Çox sağ olun məlumatlara görə də. Lətfə Yusufbəylinin nəşinin harada olduğu ilə bağlı bir çox fərziyyələr var. Bunlardan biri Kür çayına atıldığıdır. Kürdəmir ərazisində